Sizdən sosial şəbəkədən məhsulu iki səbəbə görə alacaqlar. İlk növbədə siz rahatçılıqla bu kameraya baxaraq danışmağınızdır. İkinci səbəb isə bunu davamiyyətdə etməkdir. İndi izah edəcəm niyə məhz davamiyyətdir və kameraya danışmaqdır. Davamiyyətdə ona görə ki, təsəvvür edin siz maşın alverlə məşğulsunuz. Düzdür, biraz video uzun olacaq, amma sona qədər izləyin. Siz maşın alverlə məşğulsunuz və bir adam tutaq ki, 2 həftə ərzində sizə baxır və ən azından yəni ilk dəfədir görür və bu 2 həftə ərzində bir neçə dəfə bunun qarşısına çıxırsınız sosial şəbəkədə. Və 1 ay, 2 ay, 3 ay, 6 ay ərzində bu adam sizi uje tanıyır. Tipiniz nədir, sizə güvənmək olarmı, olmazmı, sizin işinizi, hər şey görür. Amma bu adama maşına ehtiyacı deyil, yəni bu adam almır. Sadəcə bir ildən sonra buna maşına ehtiyacı oldu. Yəni maşın almaq istədi və düşünün ki, ilk adam kim olacaq? Əlbəttə ki, siz olacaqsınız. Yəni siz çünki bir ildir davamiyyətli video çəkirsiniz və bu haqqında danışırsınız və adamın sizə güvəni artır və inanın ki, ilk adam maşın almaq istədiyəndə ilk adam siz olacaqsınız ki, onun ağlına gələcəksiniz və gəlib sizdən alacaq. Sosial şəbəkə budur və belə işləyir. İkinci növbədə niyə kameraya danışmaq belə səlis, yəni özünüzü çəkərək və yaxud qıraqdan kim sizi çəksin, bu niyə vacibdir? Bunun vacib səbəbi isə insanları yalnız insanlar çəkir. Yəni siz məhsulu çəkərək məhsul satış etmək istəyirsinizsə, bu biraz çətin olacaq. Çünki insanlar insanlara baxdığı, onların danışığına, onların emosiyalarına, onların mimikalarına baxıb onlara güvən eləyirlər. Yəni güvəni onda artır. Yəni məhsula baxaraq güvən artası bir şey deyil. Ona görə məcbur kameranı özünüzə çevirib danışmağa başlamalısınız.